Peki körpə uşaqda bu niyə ağrısın ki? Nə yeyir içir? Nə ola bilər ki bunun nədəsində? Bəli, mən bu cümləni çox tez-tez eşidirəm və istəyirəm bu mövzuya bir aydınlıq gətirim. Gastroenterologiyada ən tez-tez rast gəlinən xəstəliklər qastrezofagel reflüks, qastritlər və mədə-bağırsaq xoralarıdır. Bunlar həm böyüklərdə, həm də təəssüf ki, uşaqlarda da çox tez-tez rast gəlinir. Elə düşünməyin ki, uşaq körpədir, balacadır, nə yeyir ki, niyə onun mədəsində problem olsun? Təəssüf ki, bu belə deyil. Gəlin, mədə-bağırsaq xoralarının səbəblərinə baxaq. Burada ən əsas başlıca gələn səbəb Helicobacter pylori infeksiyasıdır. Həm böyüklərdə, həm uşaqlarda görülə bilir. İkinci səbəb düzgün qidalanma rasionunun olmamağıdır. Bura aiddir həm zərərli qidaların qəbulu, məsələn, fast food kimi, qazlı sular, çipsi, suxari, çox istiotlu, acılı yeməklər və yeməklər arasındakı uzun məsafə, yəni uzun müddət ac qalmaq. Daha sonra stres faktoru həm böyüklərdə də görülür, həm uşaqlarda da. Sonra autoimmun xəstəliklər, bəzi dərman preparatlarının qəbulu və zərərli vərdişlər, yəni spirtli içki və siqaret. Uşaqlar yalnız spirtli içki qəbul etməyə bilər, amma qalan 5 punkt, 5-i də uşaqlarda görülə bilir və təəssüf ki, uşaqlarda da mədə-bağırsaq problemləri tez-tez rast gəlinir və buna görə əgər sizin də uşağınızda qarın ağrısı, mədə ağrısı, ürək bulanma, qusma, ağızda acı, turş dad, çəki itkisi varsa, mütləq bir gastroenteroloqa müraciət etməyi tövsiyə edirəm.